Sabahınız xeyirli olsun, Marketing Talks'un daha bir buraxılışı ilə yenidən qarşınızdayıq. Əli bəy, xoş gördük. Xoş gördük, hər vaxtınız xeyir olsun. Ötən həftə olmadıq, bir balaca işlərimizdən dolayı çatdırmadıq, amma düşünürəm ki, 67 buraxılışımız var. Kimsə baxmayırsa, yenidən dönüb təkrar baxa bilər. Onsuz da əminəm ki, vaxt qıtlığından da yaxud da unuda bilərlər. Ona görə rahat oldum. Vicdanım necə deyirlər, tam rahat oldu ki, yox idi bu həftə, amma inşallah yenidən başlayacaq. Zaten mən belə tanıdığım insanlara ya ətrafıma sual verəndə qeyd edirlər ki, hələ filan sayılı buraxılışdayam. Baxa-baxa gəlirəmiz yuxarı. Amma bəziləri var ki, günə-gün izləyir. O da doğru. Haqqını bilməyin heç kimin, eynilə o da doğru. Onda onlardan üzr istəyirəm ki, təşkil edə bilmədim işlərimdən dolayı. Yəni, əsas təşkilatçılıq bizim üzərimizdə olur deyə Əli müəllimə, Vüsala, studiyaya, hamıya xəbər verməliyəm, qonaqlara çatdırmadım. Amma inşallah ki, yenidən həftə ərzində 2-3 çəkiliş eləyəcək ki, necə deyərlər, heç kimi buraxırsız qoymayaq, faydalansın hər kəs. Bu yaxınlarda əslində mənə Instagramdan bir xanım da yazmışdı, o da özünün biznesini qurmuşdu və yazdı ki, Şəbnəm xanım, inanırsız oturmuşam sizin podkastlara, birinci buraxılışdan baxıram və mənə screen göndərmişdi. Cenk bəylə olan ilk buraxılışdan ki, artıq bugündən başladım və sadəcə bir düşünürəm ki, öyrəndiklərimi necə tətbiq edəcəm. Bu da çox maraqlıdır, mən çox sevindim, çox şad oldum ki, belə bir necə deyərlər, geri dönüşlər alırıq, həqiqətən. Eynən, yəni kiçik tətbiqlər edə bilərsiniz, eksperimentlər eləyə bilərsiniz və zaten yanlış və ya səhv etməkdən qorxmağa ehtiyac yoxdur. Yəni, ən azından elədiyiniz səhvlər də sizi təcrübə qazandırır. Yaxşı təcrübə qazandırır. Yaxşı təcrübə qazandırır və hamımız elə öyrənmişik. Yəni. Eynən. Heç vaxt ruhdan düşməsin. Eynən. Bizim bugün çox maraqlı bir qonağımız var, çox maraqlı bir mövzuda müzakirə eləyəcəyik. Əslində uzun zaman idi siz mənə göndərmişdiniz əlaqə nömrəsini, amma mən heç cürə çatdırıb həmin şəxsə qədər çata bilməmişdim. Danışdıq, əlaqə saxladıq. Çox sağ olsun, bizim dəvətimizi qəbul elədi. Heç bir tərəddüd etmədən, yəni heç bir şey necə deyirlər o qonaqlara hansı buraxılışdı, nədir? Amma bilirəm ki, baxırlar da, yəni. Bilirəm ki, baxırlar. Hə, Marketing Talks, hə, baxırıq. Amma bizim qonağımız tərəddüd etmədən ki, əlbəttə ki, iştirak eləyərik, heç bir problem yoxdur. Əvvəlcədən gününü eləyək, danışaq. Ona görə də buna təşəkkür edirəm burada. Çox sağ olun. Xoş gördük, necəsiniz? Salam. Xoş gəlmisiniz. Görüşün əvvəlində bir demək istəyirdim. Mən sizə mane olmuram ki, burada. Şirin söhbət eləyirsiniz, yəni. Bizim həmişə buraxılışların əvvəlində Əli müəllimlə sanki bir-birimizi heç görmürmüşük kimi elə söhbət eləyirik, amma doğrudan da bəzən görmürük. Baxanlar, izləyənlər elə bilir, həftədə bir dəfə mütləq görüşürük, amma olur bəzən ki, biz həftə ərzində 3 buraxılış birdən eləyirik və sonra 3 həftə ərzində Əli müəllimlə görüşmə imkanımız olmur. Düzdür, Marlabın klubuna görə görüşlərimiz olur sıx-sıx, amma yenə də ona görə də belə dərdləşirik, görən kimi dərdləşirik. Necəsiz? Tamam, yaxşı olasınız, sağ olun. Yaxşı olun hər zaman. Bir daha təşəkkür edirəm. Dəvətimizi qəbul etdiniz və gəldiniz. Marketing Talks-a daha bir buraxılışına dəyər qatdınız. Biz artıq 70-ci buraxılışa doğru gedirik. Yəni o heç də bir az bir rəqəm deyil. Hətta düşünürəm ölkəmizdə ilk podkastdır ki, bu qədər ardıcıllığını qoruyur və qonaqları bir-bir dəvət edir. Xüsus marketing. Marketing sahəsində. Əslində marketing sahəsində nəzərdə tutmuşdum əlbəttə ki. Və siz də bu buraxılışlardan birinə necə deyirlər, arxivə dönəcək, yaxşı mənada bir dərslik olacaq. Hətta mövzumuza uyğun olsun deyim ki, təlim olacaq bir buraxılış olacağına inanıram. Əstəğfurullah. Keçək mövzuya. Biz adət-ənənəmizə sadiq qalaraq bizi izləyənlərin qonağımızı tanıması üçün ilk olaraq ondan sual veririk ki, özünüzü təqdim eləyəsiniz. O qədər də çox xoşlamıram bu sualı, çünki o qədər danışmışam ki, indi bilmirəm yeni nə danışım. Çox qısaca danışacağam. Yəni uzun illər bank sahəsində çalışmışam, maliyyə sahəsində, sığorta sahəsində təcrübəm olub. Maraqlı məqamları deyim ki, karyeram çox fərqli qəribə olub. Heç gözləmədiyim, əvvəlcədən planlaşdırılmayan bir karyera inkişafı olub. İndiki gənclərin bu şansı məhduddur. Niyə? İndi izah eləyəcəm. Çünki birincisi tamamilə fərqli sahədə təhsil almışam, öz təhsil üzrə deyil. Özüm təhsil üzrə tarixçiyəm. Bank sahəsinə tamamilə təsadüfən gəlmişəm. Başqa sahəyə hazırlaşırdım, amma bir fürsət yarandı. Sınadım özümü, qəbul olundum. Digər tərəfi çox sürətlə olub karyera inkişafım. Yəni işə qəbul olunan bir neçə aydan sonra artıq şöbə rəhbərinin vəzifələrini icra etməyə başlamışam, sonra departament direktoru. Sonra bir eniş oldu, yəni bir batalığa düşdüm sanki, eyni axarla getdim. Bir neçə ildən sonra axır gözümdə güc tapıb yeni bir dəyişikliklər həyata keçirdim. Başqa sahəyə keçdim, tamamilə başqa, digər vəzifəyə.
İdarəçi sədr müavini. Orada da belə alanda ki, 6 aydan sonra banka rəhbərlik etməyə başladım. Yəni gözlənilməz, belə qabaqcadan planlaşdırılmayan mənim seçimim olmayıb, amma talib elə gətirib ki, ömür boyu təkər icad etməklə məşğul olmuşam. Təcrübə olmayaraq çalışdığım demək olar ki, heç bir sahədə sonrakı təcrübə yığan sahələri də demirəm, dövrlər demirəm. İlkin dövrləri bir 10-15 il ərzində tamamilə heç bir təcrübə olmayan sahələrə girişib nəticə göstərmək şükürlər olsun ki, nəsib olub. Yəni komandana birlikdə. Belə, nə əlavə eləyim? 2 kitab yazmışam. Uğura inan öz biznesinə başla. Banklar Assosiasiyasıyla Asan Könüllər Təşkilatla birgə. Bir də Beynəlxalq Bankla birgə layihəmiz olub. Maraqlı MBA, rəhbərin masaüstü kitabı. Çox maraqlı feedbacklər alıram. İndiyənə kimi davam edir hər iki kitab üzrə. Bir də əlavə etmək istəyirəm. 2021-ci ildə müstəqil fəaliyyətdəyəm. Şirkətlərin mənim sloqanım fərdləri və şirkətləri inkişaf etməkdə dəstək oluram. Həm konsultantam, idarə etmə üzrə, həm təlimçi. Bu ildən inkişaf edici mentorluğa da başlamışam. Xeyirli olsun, xeyirli olun. olsun. Təşəkkürlər Elşən bəy ətraflı məlumat üçün və mən istərdim ki, elə sizin ən sonuncu bu məşğul olduğunuz peşədən də irəli gələrək belə bir sual vermək istərdim ki, indi məşhurdur, şirkətlərin böyük əksəriyyəti əməkdaşlarına bildirirlər ki, əvəz olunmayan əməkdaş yoxdur. Əvəz olunmayan əməkdaş yoxdur. Sən bugün gedəcəksən, mən sənin əvəzinə başqa birini, hətta deyirlər ki, daha az əmək haqqı ilə çalışan daha yaxşı birini taparam. Lakin sonradan vəziyyət bir balaca dəyişir. Artıq məlum olur ki, hamı bir-birinə müraciət eləyir ki, məsələn, gəlirdir ki, Əli bəy, bəlkə sizdə olar bir əməkdaş, yaxşı bir əməkdaş axtarıram, filan kəs yaxşı bir əməkdaş axtarıram. Görüşmələrə gəlir, həmin o əməkdaşı tapa bilmir. Əgər belədirsə, o zaman niyə bu kəlməni tutub işlədirlər ki, əvəz olunmayan əməkdaş yoxdur? Maraqlı mövzudur. Birinci sizdən maraqlanım, bu terminlərin definisiyaları çox önəmlidir. Sizin üçün əvəz edilməz əməkdaş kim sayılır? Qəşəng. Həmişə siz sual verməyəcəksiniz ki. Podkast axarı dəyişdi. Burada fərqli, bu düz səhv cavab yoxdur. Hərəsinin fərqli hər fikir cavab. öz Mən də öz fikrimi fikrimi deyəcəm. Sizin üçün kimdir? Mənim üçün əvəz edilməz əməkdaş o zaman əvəz edilməz hala gəlir ki, məndə şirkətdə bir effektiv işləyən bir sistem formalaşmayıb. Yəni hər bir nöqtədə siz səbəblərini deyirsiniz. O əvəz edilməz əməkdaşın meyarı nədir? Əvəz edilməz əməkdaşın meyarı nədir? Onun bilik və təcrübəsi. Bilik və təcrübəsi Bəli. nədir? Yəni yüksəkdir, yoxsa ortadan yüksəkdir, yoxsa o ölçmək belə çətindir onu, amma ən azından bir peşəkar olaraq, peşəkara lazım olan kriterləri özündə daşıyan hər hansı bir şəxsdir. Öz sahəsi üzrə kifayət qədər bilikləri olsun və keçdiyi təcrübə əsasında mənim şirkətimə fayda verə bilsin. Fayda verə bilsin. Bəli. Düşünürəm ki, düşünsə, əksəriyyəti bu suallar üzərində düşünmür, amma düşünsə təxminən oxşar cavab. Birinci dəfə deyəm mən də bu sualı. Əslində mən də elə düşünürəm ki, elə bir şəxsdir ki, onu qısa zamanda ya da orta vadələrdə bir neçə ay ərzində əvəzləmək mümkün deyil ya da çox çətindir. Bunu əvəz edilməz insandır. Əslində fərqli iki yerə bölmək olar əvəz edilməz insanları. Birini deyək ki, real əvəz edilməz, əsl mənada əvəz edilməz insanlar sayıla biləcək. Onlardır ki, çox istedadlı insanlardır və onları hələ istedadlar bazarda nadirdir, çox nadirdir və onları şirkət qısa müddət ərzində, ya orta müddət ərzində ya da ola bilsin ki, uzun vadəlidə əvəz etmək imkanı yoxdur. Müxtəlif səbəblərə görə. Peşəkar azdır bazarda və ya da ki, onun cəlbediciliyi şirkətin təklif edəcəyi nə isə az, digər şirkətləri ucuzdur, ona görə cəlb edə bilmir. Bu insanlar şirkət üçün çox ciddi faydalar verə bilir, hansı ki, şirkətlər bəzən onu tam olaraq dərinliyinə dərk eləmir. Çox maraqlı misallar var, özdə sahələr üzrə də fərqlənir. Məsələn, Laszlo Bock, Google'un People Operations, bizim HR menecmentidir, onlar da belə adlanır. Onun uzun illər rəhbəri olmuş şəxs, o deyirdi ki, və əlavə olaraq da Bill Gates bunu daha sərt deyib. Rəqəmləri birə qədər də artırıb. O deyirdi ki, bizim istedadlı mühəndisimiz orta bablardan yüzlərlə dəfə daha məhsuldardır. Yüzlərlə dəfə.
Yəni adamın ağlına heç çıxmır, necə ola bilər belə. Əslində onların maaşı yüzlər dəfə daha yuxarı deyil. 10 dəfə, 20 dəfə, 30 dəfə, 40 dəfə daha yuxarıdır. Və qalan fərqi hamısı şirkətin gəliridir. Birbaşa və dolayısı gəliridir. Bu sahələrdən fərqlənir. Məsələn, deyim sizə ki, retail sahəsində insanlara bağlılıq daha azdır nəinki korporativ sahəsində. İkisində də sistem olmalıdır şübhəsiz, amma retail sahəsinin tam sistem üzərindədir, çünki 100 minlərlə müştərilərini manual idarə etmək mümkün deyil. Amma korporativ sahədə müəyyən səviyyəyə qədər, düzdür, keyfiyyət düşəcək aşağı, amma müəyyən səviyyəyə qədər müştəri sayı azdır deyə, xüsusən iri müştərilər olanda onları manual idarə etmək olur. Orada əvəz edilməz insanlar sayı daha çox ola bilir. Əqli sahələrdə əvəz edilməz sayıla biləcək insanlar daha çoxdur, nəinki manual işlə görülən işlərdə. Bu sahələr üzrə fərqlər var. Başqa ikinci tip əvəz edilməzlər, bunu mən deyərdim süni əvəz edilməzlər, belə adlandıraq şərti olaraq. Bu sistemin təkmil olmamasından bağlı olan əvəz edilməzlərdir. Hansı ki, ola bilər istedadlı, ola bilsin ki, super bir istedadlı deyil də, amma şirkətdə o şərait elə gətirib ki, o insanlara müəyyən sahələr çox sıx bağlıdır və o insanın getməsi şirkəti ciddi sarsıda bilər. Bunda da iki tipli yəqin ki, insan ola bilər. Bir tip insan deməli səlahiyyətlərini ötürməyə qorxur. Səhvlərdən qorxur, özü istəyər deyiləsin, amma liderlik keyfiyyətləri zəifdir, öyrədə bilmir, ötürməyə qorxur. Daha çox ikincidir, bəlkə daha təhlükəli ikincidir ki, hansılar ki, onu qəsdən edirlər. Şirkəti özündən asılı vəziyyətdə saxlayaraq səlahiyyətlərini ötürmürlər, bölmürlər, özlərini əvəz edilməz statusunu qorumağa çalışır. Yetişdirmirlər, bəli. Bu hallar şirkətlər üçün hər iki hal qəti məqbul hal deyil, qəti. Yəni bunu kökündən kəsmək lazım. Birincisi izah etmək lazımdır, öyrətmək lazımdır. İkinci şərait yaratmaq lazımdır. Öyrətmək məsələsini dedim. Sonra təkid vasitələrdən istifadə etmək lazımdır mütləq olaraq. Əgər insan qəti qəbul etmirsə, onu təkid vasitəsilə bu riskdən şirkət qurtulmalıdır. Yəni istənilən bir halda. Hətta ola bilər ki, o insan desin ki, mənim səlahiyyətlərim götürülür, özünü müəyyən mənada əvəz olunmaz daha hiss eləməyəcək deyə şirkətdən gedə də bilər. O riski də göz önünə almaq lazımdır. Şirkət bu riskdən qurtarmalıdır. Bu əvəz edilməzlik məsələsi mən öz nümunələrimdən də deyim, bəzi bir ikisini. İnsanın özünə də heç də həmişə xeyir gətirmir yəni. Özünə də ziyan olur o insanın. Bir nümunə deyim, sığorta şirkətində bir baş mühasib var idi. Çox layal bir insan idi. Şirkətə bağlı, can yandıran. Amma liderlik keyfiyyətləri güclü deyildi və səlahiyyətlərini ötürməyə qorxurdu. Müəyyən bir hesabat hazırlayırdı. Sığortaçılar bilirlər, mürəkkəb hesabatlardan biri aktuariya hesabatıdır. O vaxt avtomatlaşdırılmamışdı. Manual çox hissələri manual hazırlanırdı və o qorxurdu ötürməyə ki, səhv olacaq məsuliyyət altından ki. Və şirkət cəhd elədi, yumşaq cəhd elədi, sonradan təkid eləmədi. Hələ də axıra kimi də işlədi. O insan deməli axşam saat 8-dən tez evə gedə bilmirdi. 2 övladı var idi. Anadır, özü də çox yaşlı da deyil, bu insan həyatını zövq almalıdır və s. ala bilmirdi həyatından zövq. Sonra hesabatları, aktuariya hesabatları ayın əvvəlində, birinci yarısında hazırlanırdı və buna görə bütün ailənin məzuniyyəti planlaşdırılması hamısı aktuariya hesabına tabe olurdu. Ayın birinci yarısında məzuniyyətə gedə bilmirdi yəni. Ayın birinci yarısı insan xəstələnə bilmirdi. Yəni xəstə durub gəlirdi ora daim olaraq. Amma yenə də özündə bu güc, iradəmi, bacarıqmı deyim və s. və şirkət tərəfindən də kifayət qədər dəstək və bir push olmalıdır da, bir məcburiyyət də olmalıdır. Bu metodlar işləmirsə, o təşviq kifayət qədər zəif oldu, axıra kimi belə də işlədi. Mən əvəz edilmə məsələsini insanlar elə düşünür ki, əvəz edilməz insan odur ki, o getsə şirkət batacaq. Elə əvəz edilməzlər çox nadir ola bilər ki, özdəki o da top menecmentdən aid olan insanlar ola bilər ki, getdi şirkət çox böyük ekspertiza itirdi, batdı və ya da ki, ciddi mənfəət itirdi, bir 50% mənfəətə azaldı. Hələ hallar nadir hallarda olur. Əksəriyyətini
ağrılı dəyişmək mümkün olur. Burada dediyim kimi, ikinci hal mən dediyim kimi hansı ki sistemlərin təkmil olmaması heç ucbatından əvəz edilməz olur. Onları şirkət qəti olaraq həll etməlidir. Çox ciddi şəkildə ona fokuslanmalıdır, dəstək göstərərək, öyrədərək və s. və şərait yaradaraq onu eləməlidir. Amma çox istedadlı insanların əvəz edilməsi, hansı ki, peşəkarların bazarda az olmasına və s. bağlıdır. Burada çox həssas yanaşılmalı düşünürəm. Düzdür. İstənilən insan getsə də, şirkət çökməsə də, amma onların faydası, mən buna gətirdim sizə, texnoloji şirkətlərdən xüsusilə faydası həddən artıq çoxdur və itkisi də təbii ki, o qədər çoxdur. O istedadlara xüsusi münasibət olmalıdır. Adətən əvəz edilməzlər kimləri olur? Çox istedadlı insanlar olur da adətən, ikinci кейsi saymasaq. Onlara xüsusi şərait yaradılmalıdır. Yəni istedadlara digərlərlə eyni münasibət yaratsa şirkət bir müddətdən sonra yalnız boz kütlədən ibarət olacaq. Yəni istedadlar gedəcək. Onlar nəyi qəbul etmirlər? İstedad nə istəyir? Çox böyük dərrakə tələb olunmur onu deməyə yəqin ki. Onlar yüksək maaş istəyirlər. Təbii. Yəni başqa digər məqamlarla, parametrlərlə yanaşı, maaşlar təbii ki, digər parametrlər eyni olan şirkətlər müqayisə edəcək ki, harda ödəniş daha yüksəkdir, ona gedəcək. Sonra səlahiyyətlərin ötürülməsini istəyirlərmi? Bəli. Mikromanagement sahəsində heç bir yüksək istedad qalmır. Fikir verin yəni. Harda ki şirkətlərdə, sahələrdə mikromanagement var, orada yalnız orta-bab istedadlar. Ya rutində, ya mikromanagement. Bəli, onlar olmur. Səlahiyyətlər müstəqillik onlara verilməlidir. Öyrənmə inkişaf imkanları olmalıdırmı? Bir çox istedadlar üçün bu vacibdir. Özdə bəziləri üçün məsələn daha çox peşəkar inkişaf vacib olur. Bəzilərdə karyera inkişafı vacib olur. Hər ikisi çox vacibdir. Sonra korporativ mədəniyyət o istedadları həzm etməlidir. Çox ciddi bir məsələdir. Yəni çox nümunələrim var bununla bağlı. Biraz daha aça bilərikmi? Bəli, məmnuniyyətlə. Məsələn, istedadlı insan fərqli olur. Nə qədər çox istedadlı oldusa, nə qədər dahiliyə yaxın oldusa, bir o qədər fərqli olur da. Davranışda və s.də, dili uzun olur. Bax, bunlar şirkət tərəfindən qəbul edilmir bir çox hallarda. O davranışda fərqli olması, fikirlərinin açıq bildirilməsi, elementar geyimdən tutmuş daxırda məqamlarına kimi şirkət əgər tam fərqli insanlardan ibarətdirsə, o şirkətin içində anormal olur. O anormal sayılır. Çünki boz kütlənin içində norma budur, bozluqdur. Bu isə anormaldır, bu işıq saçır. Heç vaxt anormallığı qəbul etmir. Anormallıq heç də həmişə pis şey deyil də. Düzdürmü? Ona görə onu gözümüzə salırlar. Qəbul etmirlər. Gözümüzə salmasalar da qəbul etmirlər. Bir qısqanclıq yaranır. Daxildə bir mikrob bədənə düşəndə onun anti-cilab, onun mübarizə aparırlar bakteriyalara qarşı. Bu da elə olur. Üstəlik rəhbərlik tərəfindən də təsəvvür edin ki, rəhbərlik öyrəşib amirlik üslubuna idarə etməyə, bu nə dedisə hamısı baş üstə deyir, icra edir. Daxildə bəlkə də razı olsa da, razı olmasa da. Bu isə istedadlı insan, çünki o özünə daha arxayındır axı. O şirkətə digərləri kimi asılılığı yoxdur da. Burada olmasa da gedib başqa yerdə iş tapa biləcək də. O özünə daha arxayındır, özü də fərqli insandır. Bu da fikirlərini bildirir ki, mən düşünürəm ki, bu şəkildə olsa daha yaxşıdır. Rəhbər də onu diqqətinə alır, hamısı həzm eləmir onu, gözümüzdə salır, sonradan onu istəyir şirkətdən çıxarsın, uzaqlaşdırsın. Sahibkar səviyyəsində də bu problemlər var, amma orta menecmentdə daha çoxdur. Orta menecmentin bir xeyli qismi, yəni korporativ mədəniyyət yüksək inkişaf etməyən şirkətlərdə şirkət maraqlarını, şəxsi maraqlarına çox rahat qurban verirlər yəni. Orada həmin o təsəvvür edin ki, middle managerdir. İstedadlı bir insan onun tabeçilindədir və onu qəbul etmirsə, onun sözünə etiraz eləyirsə, ədalətli olsa belə, o razıdır ki, şirkət ziyanı çəksin, amma mənim eqom xilas olsun, qurban verməyim. Yəni öz eqomu şirkətin maraqlarını öz eqosuna qurban verir. Bax, bu nöqtə nəzərdən izah eləyə bildimmi? Yəni, korporativ mədəniyyət həzm etməyə bacarmalıdır o istedadlar. Bütün karyeram gözümün qabağından keçdi.
Siz çox maraqlı bir məqamları vurğuladınız. Mən də orada elə özümdə dərhal qeydlər apardım ki, unutmadan soruşum. Məsələn, xüsusi münasibət məsələsi bir balaca həssas bir mövzudur. Niyə görə düşünürəm? Çünki şirkət rəhbəri tərəfindən düşünsə ki, mən bir əməkdaşa bir xüsusi münasibət bəsləsəm, digərlərində qısqanclıq avtomatik yaranmış olacaq və o dediyiniz bir vəziyyət var, hansı ki, onu sıxışdıracaqlar, incidə bilərlər və hər şeydə bir qırağa ayrı seçkilik kimi də çıxacaq ki, o əməkdaş işə biraz daha gec gələ bilər, hamımızdan daha çox maaş ala bilər, nə bilim, o öz fikrini daha rahat deyə bilər. Bir bu məqam, bir də fikrini deməklə bağlı ki, bu da biraz risk məsələsidir. Əgər mən cəsarətliyəmsə və mən fikrimi rahat bir şəkildə ifadə edirəmsə, bu digərlərinə də cəsarət vermiş olur və ortada bir xaos yaranır. Sahibkar artıq elə bir kənarda qalır, hamı öz fikrini deyir, hamı da öz fikrini sahibkara yeritməyə çalışır. Buradakı balans məsələsi məni bir balaca siz deyəndə düşündürdü. Çalışım öz fikrimi bildirim. Birinci sualdan başlayaq. Xüsusi münasibət. Birinci xüsusi münasibət məsələsi. Təbii sualdır. Təbii sualdır. Burada çox vacib məqamdır ki, bu fərqli yanaşma şəffaf olmalıdır. Bir insana görə şərtlər dəyişməli deyil. Qabaqcadan elan olunmalıdır ki, birinci şəxslər, əsas qərar verən şəxslər tərəfindən ki, kim bu nəticələri əldə edə bilirsə, ona bu şəraitlər imtiyazlar verilir. İmtiyazlar kafeteriyası kimi təklif edirəm bu olsun. Nədən ibarətdir? İmtiyazlar qeyd olunur orada. İnsan özü seçir. Hərəsinin öz dəyəri olur. Bir bankların birində onu tətbiq etmişdi o sırada. Daxili virtual valyuta tətbiq etmişdi və onu qazananlar istənilən o virtual kafedən ala bilirdi imtiyaz. Eləcə də imtiyaz. Biri üçün ola bilər ki, imtiyaz, məsəl üçün bir əlavə istirahət günü olur. Çox ciddi imtiyazdır. 5 gün işləmir, 4 gün işləyir. Və bir başqası üçün ola bilər ki, çevik iş qrafiki olsun, istənilən vaxt geçsin, gəlsin, işin nəticəsi verilsin. Məsələn deyirəm, çox istedadlı insan. O hamıya vermək olmur. Əlbəttə ki, hamıya yox. Onun kimi ki, təfəkkürü yüksəkdir, yalnız onlara vermək olur. Məsələn, çox maraqlı bir kitabdır, bəzi son zamanlar tez-tez misal gətirirəm. Netflix şirkətin korporativ mədəniyyəti var idi. Onun rəhbəri Reed Hastings çox maraqlı kitab yazıb. Orada qeyd edir, necə onlar bir-birinə çox sıx bağlıdır bütün prinsiplər. İstənilən şirkətdə oradan bir prinsipi çıxarıb tətbiq etmək mümkün deyil. Onu kompleks, onu ardıcılla getmək lazımdır. Məsəl üçün mənə şirkətlər deyirlər ki, biz dəyərləri yeniləmək istəyirəm. Deyirəm, siz tam olaraq dərindən dərk eləyirsinizmi? Bu dəyərin mənası nədir? Altda hansı məsuliyyət sizə gətirir? Deyir, təxminən başa düşürəm. Deyirəm, nədir? Və deyir, məsuliyyətlərin demək olar hamısı əməkdaşlara aiddir. Deyirəm, şirkətə məsuliyyət nədir bəs bunu? Deyir, şirkətə düşünməmiş. Yəni, hər bir prinsip şirkətə də ciddi məsuliyyət daşıyır. İnsanları yükləmə vasitəsi olmalı deyil, yəni burada. Və orada niyə Netflixin nümunə gətirdim? Onların prinsipləri çox gözəl prinsipləri var. Necə işlək olması çox gözəl ifadə eləyib. Onlar səlahiyyətləri bilirsiniz, nə vaxt başlayıblar verməyə. Nə vaxt ki, bazarda ən yaxşıları cəlb edə biliblər o vaxt, ondan sonra. Onlar deyirlər ki, biz ən yaxşıları cəlb etməsək, səlahiyyətləri belə geniş şəkildə verə bilərik. Çünki onlar hələ yetkin deyillər. Özdə iki məqam üzrə, həm peşəkar keyfiyyətləri üzrə yetkin olmalıdırlar, həm də korporativ mədəniyyətə uyğunluq nöqteyi-nəzərdən yetkin olmalıdır. Dürüst insan olmalıdır. Onlar dürüstlüyü o qədər etibarlayırlar ki, məsələn, xərcləri limitlər qoyulmurlar. Özün xərcləyirsən. Amma postfaktum çəkilirlər. Postfaktumda sui-istifadə olunsa, o dəqiq işdən azad olunurlar. Çünki bütün sistem etibar üzərində, bütün deməyim, çoxsu etibar üzərində qurulub. O çox əsasdır. Onlara qurban verməyə razı deyirlər. Səlahiyyət verir, amma məsuliyyətin. Onların ona görə vacib prinsiplərdən biri səlahiyyət və məsuliyyətdir, yəni. Bildinizmi? O nöqteyi nəzərdən burada şəffaf həyata keçirilsə və hamı bilsə ki, mən bu nəticələri əldə etsəm, mənə də bu imtiyazlar veriləcək, kafeteriyadan mən dəyərinə görə mənim o qazandığım o dəyərə uyğun olaraq istifadə eləyəcəm, hamı rahatlanacaq. Maraqlıdır. Mən başqa bir... İkinci sualınızı unutmayın. Yox, Var, ikinci sual, cavab var. İkinci sualım da məhz şeylə bağlı idi, fikrini söyləməklə bağlı idi ki, cəsarətləndirir. Onu dinləyək sonra. Açığı deyim ki, mənim yanaşmam tam fərqlidir. Düzgün korporativ mədəniyyətdə açıq feedback mütləq olmalıdır, amma düzgün şəkildə. Feedback təlimində bütün günü əhatə eləyir. Əslində daha çox da ola bilər, amma şirkətlər adətən deyirlər bir gündən artıq olmasın və 8 saatlıq təlimdir. Təlimə daxil olanda bir qədər gözlərində skepsis görürəm. Çıxanda bir çoxları deyirlər ki, biz
təsəvvür etmirdik ki, bu mövzu belə dərindir. Çox yeni şeylər öyrəndik. Amma mindsetləri dəyişir. Yəni çox sevinirəm bu məqama. Feedback çox geniş mövzudur və tək üstdən feedback olmalı deyil, aşağıdan da feedback olmalıdır, amma düzgün şəkildə. Bu halda əlbəttə biri feedback verəndə digərləri də baxır, daha cəsarətlənir. Əgər rəhbər onun qarşısına almırsa, rəhbərin nüfuzu posta bağlı olmalı deyil də. Əgər yalnız kresloya bağlıdırsa, onun nüfuzu olmayacaq. Siz deyən kimi olacaq. Biri söz deyirsə, o birisi söz deyir, nüfuzu öldü. Tamamilə. Çünki yalnız kresloya bağlıdır. Amma onun nüfuzu onun yetkinliyə bağlıdırsa, liderlik keyfiyyətlərinə bağlıdırsa, onun o sahəsi üzrə peşkarlığa bağlıdırsa, bu fikir bildirilməsi heç vaxt onun nüfuzuna ziyan gətirməz. O insan özünə arxain insansa, şəkər keyfiyyətləri yüksəkdirsə, bu yalnız faydalana bilər ondan. O tənzimləyəcək, insanlara deyəcək, siz fikirlərini bildirdiniz, çox sağ olun bu fikrə görə. Necə düşünürsünüz? Bu fikirdən bildirdiniz, hansı riskləri görürsünüz? O da düşünəcək bu riskləri. Bəs bu riski görürsünüzmü? Deyəcək ki, məsəl üçün, onu düşünməmişdim. Doğrudan da bu məqamda başqa fikir deyəcək. Əlbəttə, insanları bu feedbackə cəlb edərək insanların təfəkkürünü genişləndirmək mümkündür. Əks halda inkişaf eləmir ki. Həm də istedadları kəşf eləmək mümkündür. 100%. Müzakirə olmasa 100%. Təbii. İcazənizlə buyurun. Sualım var. O boz belə deyək də, kütlə sözü çalışıram istifadə eləməyim, boz kütlə deyək. Boz kütlənin yaranmasında bəlkə necə düşünürsünüz? Elə onları idarə eləmək daha rahatdır deyə zəif menecerlər hesab eləyə bilərikmi? Yəni ki, zəif menecerlərin əsas elə məqsədi də budur ki, boz kütlə olsun və onu rahat idarə edə bilər. Düşünürəm ki, bu səbəb də var. Yeganə səbəb deyil, bir səbəb də var. Xüsusən də mənə elə gəlir ki, sahibkar səviyyəsində də ola bilər belə hallar, amma daha çox aşağı səviyyədə. Orta menecment. Əgər sahibkar əsas qərar verən şəxssə, onda hətta top menecmentdə də ola bilər. Daha çox da middle menecmentdə. Çünki onlar nə qədər vəzifə aşağı düşdüsə, orta hesabla birə-bir deyil. Onlar şirkət maraqlarını daha az güdürlər və o şəxsi maraqlarının, eqolarını daha yuxarı tuturlar. Və burada bozluq, rahat idarə etmə məsələsi ola bilir. Amma digər səbəbləri də var. Korporativ mədəniyyət bu istedadları cəlb edə bilmir. Yəni. Bax, korporativ mədəniyyəti yaradan şəxs əsas qərar verən şəxsdir. Bəli. Adətən Azərbaycanda bu təşkil olunur ki, hansı ki, qollarını çırmalayıb cari işin içində məşğul olur. Adətən bunlar olur. Bəzən CEO-ya səlahiyyət verilir. Deməli, o da əsas qərar verən şəxs. Onlar korporativ mədəniyyəti müəyyən edirlər. Və bu korporativ mədəniyyət bayaqları dediyi istedadları həzm etməyi bacarmalıdır. Mən minimal dedim, həzm etmək. Əslində, yaxşı korporativ mədəniyyət nəinki həzm etməyi bacarmalıdır. Elə olmalıdır ki, cəlb edici olmalıdır istedadlar üçün. Bax, bunu təmin edə bilməyən sahələrdə elə əsasən boz kütlə olur. Yəni, mikromenecment olan, idarəçilikdə səhvlərə dözümsüzlük olan, yenilikçilik mütləq səhvlərə ehtiva eləyir özündə. Səlahiyyətlərin ötürülməsi, səhv etmə səlahiyyətinin ötürülməsini də ehtiva eləyir. Bunu qəbul etməyən şirkət rəhbərlər yenilikçi ola bilməzlər. Və yenilikçi olmayan yerdə istedad niyə qalsın ki? Yəni, istedad özünü sınamaq istəyir. Səhvlər də ola bilir, qabağa gedir. Bir dəfə səhv eləyirsə, növbəti dəfə düzülür, öyrənir, növbəti dəfə daha yaxşısını eləyir. Bunsuz innovasiya mümkün deyil ki. Məsələn, sir də deyil ki, əsas şirkət ayaqda saxlayan faktorlardan biri də yenilik olmalı, yeniliklərin olmağıdır şirkətin fəaliyyətində. Amma o səlahiyyətin ötürülməsi məsələsində mən ilişib qaldım. Çox maraqlı məqamdır ki, biz əməkdaşı təyin edirik. Ona deyirik ki, sən şöbə rəhbərsən, departament rəhbərsən. Yəni maksimum bir yaxşı bir vəzifə veririk. Vəzifəni veririk, amma səlahiyyəti vermirik. O səhv etmə səlahiyyətini vermirik ki, yox, hər addımda yoxlanılacaq, hər addımda yeniliyə yox, qətiyyən. Elə bunu həmişə eləmişik, belə də elə getsin. Bir balaca bizim ölkədə mən rast gəlməmişəm. Çox olub, əlbəttə ki, var. Yəni mənim özüm təcrübəmdən rast gəlməmişəm, öz ətrafımdan rast gəlməmişəm. Varsa da yəni çox maraqlı bir məqamdır ki, o səlahiyyəti verən şirkət məncə maksimum necə deyirəm, holding plan olar şirkət olmaz. Hətta bir üzr istəyirəm, Eşən müəllim. Hətta bir misalda deyim sizə, belə bir təcrübəyə rastlaşmışam ki, departament direktoru təyin eləyir, amma şirkətin belə deyək də, departament direktoru şirkətin böyüməsinə sorumludur. Amma böyüməyə təsir edən maliyyə göstəricilərini gizlədir. Hə, bu da var. O da var. Yəni, Olur. Mən hər iki şirkətlərlə tanışam. Hansı ki, tam səlahiyyət ötürürlər.
və hansı ki, əslində real səlahiyyətləri ötürmürlər. Yəni. Hətta elə bir кейslər mənə tanışdı ki, mən çalışdığım, konsultasiya apardım şirkətlərdə və s. Gördüyüm əsas qərar verən şəxs CEO-ya elə məsələni sorğuluyur ki, hansı ki, neçə pillə aşağıdır. Onu sorğuluyur çox sərt şəkildə. Niyə görə bu baş verib? Bu da deyir ki, mənim xəbərim yoxdur axı. Mən neçə pillə aşağıdır. Maraqlanıb deyərəm, niyə xəbərin yoxdur? Vadar edir CEO-nu mikromenecer olmağa. CEO növbəti dəfə bu iradları eşitməmək üçün bu xırda məsələlərə də özü müdaxilə eləyəcək ki, sonra da əsas qərar verən şəxs mənə buna iradə edir. O korporativ mədəniyyətə əsas qərar verən şəxs yaradır. Maraqlıdır. Bir də belə bir anlayış var. Biz bilirik ki, şirkətin inkişaf planı olur, əlbəttə ki, özünün strategiyasını yazır, gələcəyi düşünür, bir planı var. Əməkdaşın inkişaf planı deyilən bir şey də var. Ki bu bizim çox şirkətdə varmı, yoxdursa, Yeri gəlmişkən hardasa bir şirkətlərdə çalışanda 14-ə yaxın bir şirkət dəyişmişəm 20 il ərzində. Maşallah. Az deyil. Yəni hansındasa 1 il sonra nə bilim digərində darıxdım, keçdim 2 il başqasında işlədim. Amma heç birində inkişaf planına rast gəlmədim. Amma həmişə də söhbət olur ondan bağlı şirkətlərdə. Bəli, vacibdirsə niyə yoxdur? O da bir başqa bir sual. Çalışım çox geniş mövzudur. Biri xaric, orada biraz hiss elədim, biri xaric. Amma qalanların əksəriyyətində belə bir şey. Razıyam. Şirkətlərin böyük əksəriyyətində sistemli inkişaf planı mövcud deyil. Maksimum nə mövcuddur? Əksəriyyətində, yəni bəzilərində var. Maksimum əməkdaşlara görə təlim ehtiyacları öyrənilir. Və onun üst rəhbərləri təlim ehtiyaclarını bildirilir. Onların da bir qismi həmin əməkdaşın təlim planına qeyd olunur. Bu fərdi inkişaf planı deyil. O inkişaf planı daha genişdir. Karyera planlamasına, kadr rezerv hazırlığına, insanın peşəkar inkişafının deməli inkişaf edilməsinə hamısı əks olunmalıdır fərdi inkişaf planında. Bu deyil. Sadəcə sporadik olaraq müəyyən soft, adətən daha çox hard skilllər ora qeyd olunur. Fərdi inkişaf planına nə daxil olmalıdır? Başqa digər vacib məqamlar da var, amma fərdi inkişaf planından başlayım. Deməli, orada nələr daxil olunur? Aydındır. Soft skilllər, hard skilllər qeyd olunur o siyahı. Sonra vacib məqamlar var ki, hansı ki o təlim ehtiyacları müəyyən edilir, orada nəzərə alınır. Hansı vasitə ilə edilməlidir bu? Fərdi inkişaf planında qeyd olunur. Bizdə əksəriyyəti əməkdaşlar da, orta rəhbərlər də elə düşünürlər ki, şirkət kənar təlimlər təşkil edilməlidir. Yalnız bundan ibarətdir. Mütərəqqi yanaşma ondan ibarətdir ki, böyük əksəriyyəti biliklər, vərdişlər, bacarıqlar aşılanır şirkətin daxilində. Ən çox insanı öyrədən insanın birbaşa rəhbəridir. Hələ olmalıdır. Reallıqda da əksəriyyətində belədir. Üstəlik də onun komanda yoldaşları var ki, hansı ki daha təcrübəlidirlər bir sahədə, sən ola bilsin başqa sahədə. Bir-birinə o ekspertiza mübadiləsi həyata keçirməlidir. Daxili təlimçilik sistemi olmalıdır. Güclü ki, şirkətdə daxili təlimçilər formal olaraq slaydlar qeyd olunur. Bütün slayd yazıdan ibarətdir. Hələ tipli olması bilmirəm, bəlkə bəzi yerlərdə uyğun olur, amma bir sıra hallarda daxili təlimçi insanları ruhlandırmağı da və s. bacarmalıdır. Sadəcə üzdən oxumalıdır. Daha yuxarıda bir diktator kimi bunları bəndləri oxuyaraq onun da faydası var, amma daha faydalı etmək mümkündür. Üstəlik daxili nəyi görməmişəm şirkətlərdə? Mentorluq. Birbaşa mentorluq, iş başında mentorluq, bunu mentorluq adlandırmasa da insan rəhbərin əməkdaşı öyrədilməsi bu geniş yayılır. Orada hansı sistemlə öyrədilir? Mən sənə göstərirəm, eləyirsən. Deyirəm, eləyirsən. Yəni orada təcrübə, nüfuz təzyiqi var və o özünü doğruldur və onun işlərinə də nəzarət eləyə bilir gündəlik qabağında daxil. Amma inkişaf edici mentorluq demək olar şirkətlərdə heç bir şirkətdə görməmişəm. Çalışdığım, konsultasiya apardığım, ətrafımda müşahidə etdiyim və s. şirkətlərində ola bilsin var xəbərim yoxdur, amma heç birində görməmişəm sistemli mentorluq, inkişaf edici mentorluq. Motivasiya verici, maarifləndirici söhbətlər eləmir, falan eləmir bu şeylər. Biraz daha praqmatikdir inkişaf edici mentorluq. Nədən ibarətdir? O birbaşa rəhbər ola bilməz. Çünki insan ürəyini açmalıdır, daha yaxşıdır. Hər halda birbaşa rəhbərlə müəyyən pərdələr olur. O olmalıdır, şirkətdə digər sahədə bir rəhbər və ya da kənardan dəvət olunmuş mentor olmalıdır. Orada bərabər hüquqlu əməkdaşlıqdır.
inkişaf edici mentorluq. Orada sənə deyirəm bunu bu şəkildə eləyə, təkid eləmək və s. yoxdur. Mentor kömək eləyir həmin o şəxsə ehtiyaclarını, düzgün ehtiyaclarını müəyyən etmək. Elə düşünməyin ki, insanlar deyir ki, mənim ehtiyacım budur, real ehtiyacı budur. O kökünə gedir. Ona kömək edir ki, daha düzgün ehtiyacını sən müəyyən edəsən. Əslində sənin ola bilsin ki, vəzifəyə təyin olunmaq ehtiyacın deyil. Sən istəyirsən öz hörmətini təmin eləyəsən. Onu başqa vasitələrlə də əlavə olaraq etmək mümkündür. Və ya da sənə pul lazımdırsa, rəhbərə əsas motivatorun puldursa, onu başqa vasitələrlə də etmək ola bilir, yəni mütləq deyil ki, yeganə çıxış yoludur. O əlavə bir çıxış yolu olur. Onun ehtiyaclarını müəyyən etməyə kömək eləyir. Onu düzgün çağırışlar və motivasiyanın düzgün balansını seçməklə onu ruhlandırır və öz təcrübəsindən danışır. Mütləq öz sahəsi üzrə, həmin mentorluq sahəsi üzrə çox təcrübəli insan olmalıdır. Öz təcrübəsindən danışır və ondan fikir alır ki, hansı daha yaxın gəlir, niyə, nəyi birləşdirmək istəyir. Özü seçim edir, mentor özü seçim edir. Mentor onu nə məlumat verirsə, onun əsasında fikirlər bildirir və sonradan onun monitoring edib təhlil aparsın, diaqnostika aparsın, o şansı yoxdur. Belə bir açıq münasibətli şirkətlərdə bu mentorluq, daxili mentorluq, inkişaf edici mentorluq sistemləri inkişaf edilmiş şirkətlərdə ciddi investisiya edirlər. Yəni SAP şirkəti 500-ə 70% çox ciddi investisiya eləyib. Qalanlarında var, amma 70% çox ciddi investisiya eləyib daxili mentorluq proqramına. Bax bu da Azərbaycanda geniş yayılmış bir şey deyil. Sonra fərdi inkişaf planı mən ikinci bəndində deməli. Üçüncü bəndi nə vaxt ediləcək? Nə vaxt başlanacaq, nə vaxt bitəcək? Təlim planında bunlar qeyd olunmur. Yəni təxmini HR müəyyən edir ki, filan təlim. Amma nəyin əsasında eləyir? HR-ın bacarığına görə nə vaxt tapa bilirsə, adətən. Orada olmalıdır ki, nə vaxt başlayır, nə vaxt bitir. Sonra kim daxildə dəstək olur? Dəstək olacaq. Xüsusən də daxildə bir mentor cəlb olunursa, kimsə o dəstək olucu bir şəxs olur. Sonra digər bir bənd nə ilə nəticə ölçüləcək? Sən bilmirəm də communication təliminə getdin sonra nə olmalıdır nəticə? Orada ölçülə bilən nəticələr qeyd olunmalıdır ki, bu təlimi bitəndən sonra satış təliminə getdin. Sən adi artım tempindən 10% daha yuxarı satış eləyəcəksən 6 aydan sonra filan iyunun 1-dən ya da ki dekabrın 1-dən etibarən. Yəni bu ölçülə bilən nəticə olmalıdır. Fərdi inkişaf planı budur yəni. Qalanları hamısı arzudur yəni. O ölçülə bilən bir şeylər deyil. Mən yalnız bəzi hissələrini dedim inkişaf məqamlarına bağlı. Niyə görə şirkətlərdə bu yoxdur? Şirkətlər bir vacib fikir deyəcəm sizə, bu əslində tək bu məsələyə aid deyil. Bir çox məsələlərə istənilən xərcə investisiya. İnsanın və şirkətin təfəkkürü və proaktivliyi nə qədər aşağı olsa, bir o qədər çəkilən xərc müqabilində gəliri daha tez və zəmanətli almaq istəyir. Təfəkkür və proaktivlik nə qədər aşağı olsa, bu xərc çəkir. Xərc çəkirsə, o vaxt xərc çəkir ki, bu gəlirim daha zəmanətli almaq istəyir və daha qısa müddətli eləmək istəyir. Əks halda çəkmir. İstənilən investisiya yeri gəlmişkən təlimlərə, inkişafa çəkilən bu əslində bu mühasibatlıq nöqteyi nəzərindən xərcdir. Amma bəzi yanaşmalarda o investisiya sayılır. Bu investisiya tipli xərc adlandıraq onu da. Bunların bütün investisiyalar kimi bu da riskdir. Və heç bir investisiya 100%lik gəlir geri dönüş olmur. Bunu hazır olmaq lazımdır. Sadəcə qabaqcadan araşdırmaq lazımdır, düzgünləmək lazımdır və ehtimalı artırmaq lazımdır. 60-70% uğurluq ehtimal varsa bunu rahatlıqla eləmək lazımdır. Üçündən biri olmayacaq, ikisi tutacaq. Belədir. Yəni bütün biznesdə investisiyalar, şəxsi inkişafına investisiya kim qarantili verir ki, mən 5 sahəyə özümə investisiya elədim, hamısının mənfəətli olacaq. Yox. Ona görə də şəxsi inkişaflara da deyirəm, tələbələr qarşısında da çıxış edirəm hərdən. Bildirirəm ki, orada proaktivlik uğur təfəkkürünün çox vacib bir hissəsidir. Robert Kiyosaki'nin maraqlı bir ifadəsi var, məşhur varlı kasıb ata kitabında. Deyir ki, ömrümdə hələ bir varlı insan görməmişəm ki, pul itirməsin. Amma o qədər kasıb görmüşəm ki, ömrümdə bir sent belə itirməyib.
reallıq budur və şirkətlərdə bu təfəkkürü, proaktivliyi aşağıdır deyə investisiya etməyə insanların inkişafına meylli deyirlər. Amma dünya praktikasında bu məşhur şirkətlər ağılsız deyirlər, onlar o qədər investisiya eləyirlər. Onlar investisiya eləyirlərsə, deməli bu ümumi geniş olaraq hər bir fərd üzrə, hər bir təlim üzrə, hər bir səriştə üzrə fayda o götürməsə, toplam olaraq sistem fayda gətirir ki, bunu edirlər də. Bir məsələni də deyim, mən praqmatik yanaşacağam. O şirkətlərin ki, hansı ki vəsaiti azdır, düşünür ki və ola bilər ki, insanlar, təlim keçdiyim insanlar gedə bilər. Bu məqamda ola bilər, düzdürmü? Onun hələ bir şərait yaratmağa imkanı yoxdur ki, insanlar getməsin. Yəni, korporativ mədəniyyət olmalıdır, öyrənmə imkanları, maaş məsələsi, ödənişlər və digərlərindən tətbiq edilirsə, orada mükafat tətbiq olursa, burada mükafat gözləntisi yaranır və s. Hər şey müqayisəli müəyyən edilir. Bunu etməyə imkan yoxdursa, tövsiyə edirəm ki, heç olmasa o vəziyyəti gəlib çatana qədər, heç olmasa hard skilllər inkişaf etdirilsin və tez, niyə görə? Tez mənfəət gətirəndə. Heç olmasa onların ələsində. Adətən də belə də olur. Bəzilərində heç o da olmur, düzdür. Amma orta tipli şirkətlərdə daha tez gəlir gətirən hansılardır? Satış. Məsələn, satış təlimi gedir, düşünür ki, bu satış elədir, sabah gün gedib satış tətbiq edəcək, o da olacaq. Və bu kimi tədbirlər heç olmasa, heç olmamaqdan daha yaxşıdır. Əslində suallarımdan biri də elə məhz o sahədə idi ki, biz bununla bağlı bir dəfə də söhbət etmişdik Marketing Talks-da. İstərdim sizə də ünvanlayım o sualı ki, şirkət əməkdaşların təliminə, peşəkar inkişaf etməsinə dəstəyi çox vaxt niyə olmur? Düşünür ki, mən dəstək olacağam, o gedəcək, misal üçün şirkət hesabına, şirkət investisiya eləyir, o gedir, özünü peşəkarlaşdırır və məndən daha yaxşı bir şirkətə keçmiş olacaq və yaxud da daha yaxşı əmək haqqı verən bir şirkətə keçmiş olacaq. Bunun da nəticəsində nə edirlər? Ümumiyyətlə yönləndirmirlər. Bildim. Maraqlı məqamdır. Özüm də rastlaşmışam, o dilemma qarşısında qalmışdım vaxtı ikəndə. Məşhur bir lətifə var, onu müxtəlif insanlar adına yazırlar. Mən Jack Welch'un adından eşitmişəm. Deyirlər, ona sual verirlər ki, siz qorxmursunuz ki, siz əməkdaşınızı öyrədəcəksiniz, vəsait xərcləyirsiniz, o çıxıb gedəcək. Deyir, mən daha çox ondan qorxuram ki, əməkdaşları inkişaf etdirmərəm və onlar şirkətdə qalarlar. Qəşəng söhbət. Yəni, qəşəng idi. İnsanlara şərait elə olmalıdır ki, təlim şübhəsiz ki, başqa funksiyalarda var. Əsas funksiyası öyrətmə və inkişaf etmədir, şübhəsiz ki. Amma əlavə funksiyaları da var. Yəni, motivasiya funksiyası, şirkətdə engagement artırması funksiyasıdır və s. Amma yeganə vasitə deyil də. Digər vasitələr olmasa, əmin olun ki, insanlar gedə bilər. Yalnız yeganə vasitə olmalı deyil bu insanların öyrətməsi. Digər vasitələr təmin olunmalıdır. Ona görə bayaqlar dedim ki, o şirkətdəki kim ki təmin edə bilmir, heç olmasa hard skill'lar eləyin ki, daha tez faydasını İtirəndə də peşman olmayasan. Yəni də bir yanaşma var, məsələn, şirkətlərdə tətbiq edirlər, müqavilə bağlayırlar, xərclərə görə təlim bağlayırlar ki, siz müəyyən müddət, müəyyən xərcdən yuxarıda, xırda məbləğlərə yox, müəyyən həcmdən yuxarı investisiya edilirsə, sən müəyyən müddət burada çalışmasan, onu geri qaytarmalısan. Əslində istəyərdim ki, şirkətlər elə gücə sahib olsunlar ki, elə təfəkkürə sahib olsunlar ki, elə cəlbedicilik olsun ki, elə maddi durumlarda elə olsun ki, o müqavilə bağlanmasın. İnsanlara sanki bir qədər qandaldır. Qızıl qandaldır mı? Qandaldır da. Yəni o olmasa yaxşıdır. Amma əgər şirkət iki seçim qarşısında qalırsa, bir seçim odur ki, mən investisiya etmirəm, çünki insanlar gedə bilər. İkinci seçimdə əgər varsa ki, müqavilə bağlayım, sonra investisiya eləyim. Əgər yalnız bu seçim qarşısında qalıbsa şirkət, müqavilə bağlaya biləsinlər. Yəni. Tək inkişaf etdirsinlər insanları, nəinki heç eləməsinlər. O stat çox bəyəndim onu. Ki mən qorxuram ki, inkişaf etdirməyəcəm, çox qalacaq şirkətdə. Bir vacib məsələ var, ona da xüsus toxunmaq istəyirəm. Təlim biz deyirik, bütün təlimdən təlimə ciddi fərqlər var. Yəni, necə keçirilir çox önəmlidir. Həddən artıq. Bax, bəzi vacib məqamları demək istəyirəm ki, necə etmək lazımdır ki, təlimin effektivliyi artsın. Sadəcə bir quş qoyduq, təlim keçdi, nəticə olmur. Avtomatik, seyirli şəkildə düşünmək olmaz ki, təlimdən keçəndə insan qayıtdı şirkətdə, təlimdən sonra ruhlandı, başqa cürə dəyişdi, tamamilə həmin o səriştələri nümayiş etdirir. Bu olmur.
Bu seyirli təlimçi seyrbaz deyil. Yəni. Orada çox vacib məqamlar var. Birinci məqam, mən yalnız təlim məsələsinə fokuslanıram, inkişaf alətləri çoxdur. Birinci, düzgün analiz edilməlidir. Yəni. Həmin təlim keçən şəxsi istəyir daxildə olsun, istəyir xüsusən də kənardan olan, çünki daxili nüansları bilmir. Ehtiyacları çox dəqiq bilməlidir. O qədər məndə hələ кейslər olub ki, bir sonuncu təlimi deyim, misal üçün dəyişikliklərin idarə edilməsi, mənim standart təlimim var, belə. Sonra şirkətlərlə görüşəndən sonra onu uyğunlaşdırıram. Görüşəndən sonra köhnə təlimdən heç nə qalmadı. Cəmi 2-3 slayd qaldı. Yəni qalan hamısını dəyişməli oldum. Çünki onların ehtiyacı spesifik idi. Ona görə də təlim keçəndə gözləri işıldıydı insanların. Çünki onların gözlədikləri, gündə rastlaşdığım məqamlarla danışırdıq, müzakirə edirdik, ona görə bəyənildi. Bu çox önəmlidir. Bu ehtiyac məsələsi. Özdə real ehtiyac, onlar səsləndirə ehtiyacına uyğun gəlmir. Deyirlər ki, satış bizdə getmir, satış keyfiyyəti inkişaf eləsin. Suallar vermək lazımdır. Niyə getmir? Niyə getmir? 5 dənə niyə sualla və başqa vasitələrlə araşdırmaq lazımdır. Bəlkə ola bilsin tamamilə başqadır bir məqam. Bəlkə insanların motivasiyası yoxdur. Yəni. Bəli, əslində heç təlim ehtiyacı yox, sadəcə motivasiya lazımdır. Əsas məqam və ya təlimlə motivasiya lazımdır, nə bilim. Sonra daxili korporativ mədəniyyəti öyrənmək lazımdır təlim keçməmişdən qabaq. Yəni nələr qəbuldur, nələr qəbul edilmir. Məsəl üçün feedback təlimin verirsənsə, daxili korporativ mədəniyyəti bilmirsənsə, deyirsən ki, aşağıdan feedback də verir, rahat olun və s. O da gedir, verir, oradan başına vururlar, işdən çıxarırlar. Yəni əgər o məqbul deyilsə o şirkətdə, onu elə şəkildə demək lazımdır, şirkətdə insanın gələcəyinə sual altında qalması və şirkətin ziyanına, o təfəkkürünə uyğun ziyanına işləməsində, şirkətə məqbul tərzdə onu demək lazımdır. Yəni daha ehtiyatla, daha yüngül şəkildə və rəhbərlərlə iş aparmaq lazımdır o əməkdaşlara bir qaz verməmişdən qabaq rəhbərlərlə müzakirələr aparmaq lazımdır. Onlar qəbul edirlərsə o feedbacki, onda mümkündür. Bir dənə nüans xatırladım Eşən bəy. Amma indi misal üçün mən baş verən bir təcrübə üzərindən misalı gətirirəm. Siz dediyiniz kimi təlimçi, məsələn, bizim özümüzdə də o yanaşma var ki, şirkətə həmişə əməkdaşa deyirik ki, məsələn, şirkətə maili yazanda, məktubu yazanda geri, məsələn, request gəlib, istək gəlib bizdən ki, tutaq korporativ təlim lazımdır filan mövzuda. Deyirik, xahiş edirik ki, bir görüşmək üçün bir fürsət yaratsın sizin şirkət. İlkin müzakirə aparaq, sizin ehtiyacları anlamaq istəyərdik, yəni xoş olardı. Amma əksər yazan HR-lar ki var bu təlimlə bağlı sonra o göndərənlər buna şans buraxmırlar. Yəni konkret qiymət məsələsinə fokuslanırlar və sən mənim ehtiyacımı bilsən nə olacaq, bilməsən nə olacaq kimi bir hiss yaranır. Bax, növbəti problemlərdən biri odur, onu da toxunacaq. HR-ların təəssüf ki, bir xeyli qismi, demirəm ki, hamıya əksəriyyət, bir xeyli qismi onlar nəticəyə çox da maraqlı deyirlər. Niyə? Çünki KPI-ları proses yönümlüdür, nəticə yönümlü deyil. Onların KPI-ları filan təlimi keçdim, bu quş qoydu, keçdi. Ona görə də baxırlar, büdcəmizə nə uyğundur. Keyfiyyətli təlimçi üstünlük vermirlər bir qismi ki, zaten mənə qoydum, KPI icra olundu da, vəssalam. Amma nəticə yönümlü KPI olsa, əgər deyək ki, satış təlimidirsə və ya da ki, idarə etmə təlimidirsə, o şirkətdə konfliktlərin sayı indi 5 dənədir. Hədəf qoyulur ki, konfliktlərin sayı ilk 3 ay ərzində 3-ə enməlidir, sonra 2-yə, sonra 1-ə, sonra da mümkün qədər heç olmamalıdır. Bu nəticə yönlüdür. Satışda isə nə bilim 6 aydan sonra bu qədər satış etməlidir. HR-a qoyulsa bu KPI, o təlimi can yandıracaq. Amma düzdür, onu öyrətmək lazımdır ki, o təfəkkür dəyişsin. O can yandıracaq. Ən yaxşı bu sahədə təlimçi eləyəcək. Büdcə çatmırsa gedib başını deşəcək o qərar verən şəxsi ki, bu mütləq, bu çox fərq eləyir də. Yəni başqalarından çox fərq eləyir. Gəlib bunu cəlb eləyək. Ondan sonra çox vacib məsələ. Ondan müvafiq tədbirlər həmin görüşün təyin olunması özü təşkil eləyəcək ki, siz bizim belə nüanslarımız var. Siz yalvarmayacaqsınız. Onlar özləri xahiş eləyəcəklər. Ondan başqa çox vacib məsələlər var. Təlimin effektivliyinin artırılmasını HR bunu kurasiya edəcək. Çünki HR-ın kurasiyasında əksər şirkətlərdə belədir. Tövsiyə etdiyim odur ki, böyük təlim götürməsinlər. O böyük təlim götürürlər, məsələn, liderlik təlimi. Orada 15 mövzu var, yəni onu hamısını keçirlər. O yalnız giriş hissəsi kimi ola bilər ki, təsəvvür yaransın. Bununla yekunlaşsa, onun effekti aşağı olacaq.
ya ümumi keçəndən sonra alt mövzulara hərəsinə ayrıca təlim keçib və tədbir planı tətbiq olmalıdır. Məsələn, səlahiyyətinə dördülməsi necə olmalıdır? Ayrıca bir təlim olmalıdır. Feedback çox böyük mövzudur, ayrıca mövzu olmalıdır. Konfliktlərin həll olması ayrıca mövzu olmalıdır. Liderlik üslubu, situativ və s. Bir dənə siz seçilir, üslub və onun dərindən gedilir və ondan sonra hər biri üzrə təlim planı, icra planı tərtib olunur. Hətta belə bir feedbacklər də olur ki, bəzən hansısa bir təlimi dərinə verəndə, məsələn, orada fikir bir lampa, mən buna lampa yandırmaq deyirəm də, yəni şirkətdə bir lampa yandırmaq təşəbbüsü irəli sürürəm ki, bax bunu dərinə göstərirəm sizə. Ola bilər müqayisələr aparıb, nələrisə tapıb çıxarıb, öz qeydlərinizi götürüb onu tətbiqə keçirə bilərsiniz. Bəzən isə bu dərinliyi sevmirlər. Yəni deyirlər ki, misal üçün gəl bizi əyləndir burada, nə bilim mən, oyunlar keçir falan. Çox gözəl məqamı dediniz. Başqa növbəti məqam. Təlim mütləq auditoriyanın səviyyəsini nəzərə almalıdır. Yəni beginnerdir bu, ortadır, yoxsa peşəkarlardır. Tam fərqli olmalıdır. Biri digərinə maraqlı olmayacaq. Digər çox vacib məqam siz toxundunuz, sağ olun. Təlimi əyləncəyə çevirir. Yəni gamifikasiya çox vacib üsuldur. Amma təlimin məqsədi nədir? Təlimin məqsədi xidmət eləsin. Biliklər vermək və onu bacarıqlara çevirmək. Eynən. İlkin səriştələrin yaradılması məkanıdır, ilkin səriştələrindir. Yəni gözləmək olmaz ki, bir neçə saat ərzində səriştə yaradılacaq. Səriştə vərdişə bağlıdır. Vərdişdə ilkin vərdişlər 21 gün ərzində yaranır. Hər gün tətbiq etsən. İlkin vərdişdə, amma daha dərindən 3 ay ərzində yaranır bu. Ona görə təlimdə ilkin səriştələr yaradır. Ondan sonra təlim planı olmalıdır ki, bunu icra olsun. Və gamifikasiya çox vacib üsuldur, insanları maraqlı və faydalı etmək üçün çox vacib üsuldur. Amma əsas məqsədi qurban verilməli deyil oyunlar. Mahiyyətə uyğun bir gamifikasiya. Gamifikasiya mahiyyətə uyğun olmayan yalnız 3-5 dəqiqəlik enerjizerlər ola bilər ki, harda ki sadəcə relaks etmək üçün olur. Amma bütün təlimi bəzən nəyə qurban verirlər? Əməkdaşların hansı ki onlar öyrənməyə çox meylli deyirlər, daha çox əyləncəli üstünlük verirlər. Onların rəyini əsas tuturlar təlimin keyfiyyəti məsələsi. Bax, çox təhlükəli məsələdir. Sifarişçi özü onu ki, əməkdaşlar deyirlər, super idi. Sonra desən ki, nə öyrəndin, nə tədbiqlədin? Şarf eləyirdim orada. HR-larda təəssüf ki də, bu bir qismi də təfəkkürü belədir ki, təlimlə team building qarışdırırlar. Təlimin bir sıra funksiyası var. Əsas funksiya öyrətmə və ilkin səriştələrin yaradılması məsələsidir. Əlavə funksiyalar da var. Motivasiya edici funksiya var, team building funksiyası var. Amma onlar əlavə ikinci dərəcəli funksiyalardır. Onlar ilk funksiyanı əvəzləməli deyil. Mən müəyyən qədər başa düşürəm, çox dərinə getmək istəmirəm. Yəni kimin ki təlimdə bölüşməyi özü həyat yaşayıb bunları, mütərəqqi təcrübəsi var, tətbiq edib dəfələrlə, onu paylaşmağa çox keysləri var da. Kimdə ki o qədər yüksək deyil, yəni nə-nəsə kompensasiya etməlidir, başa düşürəm bu məqamı. Sonra tədbirlər planı məsələsi çox önəmli məsələdir. Mən təlimlərdən sifariş veriləndə deyirəm, sizə təklif edirəm ki, təlim bitəndən sonra ödənişsiz 1-2 saatlıq onlayn görüş eləyək və tədbir planı tətbiq edək. Mən müəyyən edək, müzakirə eləyək, müəyyən edək. Mən sizə dəstək olacağam, tövsiyələr verəcəm ki, bu öyrədilən məqamları necə edək ki, o dərin səriştəyə çevrilsin. Bax, çox vacib məsələdir. O tədbir planında mütləq olaraq güc düşür kimə? HR-a, birbaşa rəhbərinə. Bax, bu 2 nəfərə əsas güc düşür. Onların təfəkkürü harmoniyası olmalıdır ki, eyni təfəkkürə sahib olmalıdır ki, onlar tətbiq olsun. Mən tövsiyə etdiyim bir ciddi məqam da ondan ibarətdir ki, təlimdə iştirak edəndə təlim iştirakçılarla rəhbərlər də bir yerdə iştirak eləsin. Rəhbərlərlə biraz çətin məsələdir. Rəhbərlərinin yanında nə qədər sərbəst olacaq? Bax, odur da problem. O problemə görə bu qüsur olmalı deyil ki, bir qüsura görə ikinci qüsur yaranmalı deyil də. O qüsuru çalışmaq lazımdır, düzəltsinlər. Orada rəhbərlər niyə meylli olmurlar çox vaxt iştirak eləməyə? Özünü bəhanə qoyurlar ki, vaxtım yoxdur və s. Sanki bura əyləncədir, işə aidiyyatı yoxdur, mənim vaxtım yoxdur. Bu sənin vəzifə borcundur. Rəhbərin əməkdaşları inkişaf elətdirmək vəzifə borcudur. Və daha necə effektiv olursa, o şəkildə də eləməlisən. Sən bu təlimdən çıxardığın fayda sən ələ ola bilər ki, sən bilmirəm də 3 aylıq işinin
nəticəsinin əvəzinə bu təlim planının təqibini birgə həyata keçirsə ondan çox effekt verə bilər. Sonra deməli bir də hansı məqam deyir? Siz dediyiniz məqam. Mənim nüfuzumuz xələl gələr. Birdən təlimçi orada mən deyərəm, o deyər ki, yox, mən belə düşünürəm, orada nüfuzuma xələl gəlir. Üzləşmək məsələsi var. Nə qədər cəsarətlidir ki, o məqamla üzləşsin. Əməkdaşlarla mən bir yerdə öyrənəcəm və s. O aşağı təfəkkürə sahib olan rəhbərlərdə belə olur. Mütərəqqi rəhbərləri nüfuzu buna əsaslanmayıb da zaten hamısı bilir ki, o peşəkardır. Onun nüfuzu buna aşağı düşməz, əksinə yuxarı qalxar. Və təlimə iştirakı daha həvəslə olur. Rəhbər özü aktiv iştirak eləyirsə, çox gözəl effekt verir. Həmişə misal gətirirəm. Sabitkalın İnkişaf Fondu mənim bu vaxta qədər təlim planında sifariş etdiyim ən böyük proqramı onlar almışdılar. 100 saatlıq təlim almışdılar. Bütün rəhbərləri və hətta rəhbərliyə yaxın olan insanları təlimdən keçmişdilər. Bütün nə paketimdə təlim var, hamısını almışdılar. Orada uğurluların əsası bilirsiniz nə idi? Birindən onun Sabitkalın İnkişaf Fondunun rəhbəri bütün təlimlərdə ən birinci gəlirdi. Saat 9-da təlim başlayırdı adətən ya da axşamda. 9-da ən birinci gəlirdi. 9-a qalmış gəlirdi. Sədr müavinində. Və ondan sonra insanlar bu nümunə görəndə təbii ki, onlar da həvəslə yanaşırlar. Üstəlik də müzakirələr çox açıq idi. İnsanlar deyirlər ki, mən bu fikirlə razı deyiləm. Niyə razı deyilsən? Gəl müzakirə eləyək. Tamam, keçirdi və s. Çox belə açıq bir havadır. Bu nümunə olduqda insanlar daha rahat öz fikirlərini ifadə edə bilirlər, sonra tətbiq edə bilirlər. Sonradan əgər təlimdə iştirak eləmədinsə, rəhbər əməkdaş gəlir deyəcək ki, təlimdə mən bunu tətbiq eləmişəm. Bu eyni istiqamətə baxmaraq, rəhbər deyəcək ki, şey boş şeydir. Mən deyən kimi elə, öldürəm. Öldü danış. Və ya da ki, əməkdaş düz başa düşməyib. Deyir ki, təlimçi belə deyirdi. Düz başa düşməyib onu yanlış təsvir edir. Rəhbərin imkanı yoxdur ki, o desin, yox, belə deyə bilməz. Axı özü iştirak edəndə amma belə problemlər olmur. Ondan sonra özü iştirak edəndən sonra birgə HR da lazımsa cəlb edir, lazım deyilsə cəlb eləməyə vacib deyil. Özü icra planını tərtib edir ki, bu təlimdə öyrəndiklərimizi necə biz icraya, vərdişə salacağıq. Ondan sonra monitorinq eləyir. Rəhbərin gəzmək vasitəsilə idarə etmə üslubuyla, düzgün feedback və sistemli feedback vasitəsilə əməkdaşlara gündəlik monitoring feedback vasitəsilə, çünki əks halda ilkin ciddi vərdişlər yaranmayacaq. Onu dayanıqlı vərdişlərə çevirmək şansı var. Yəni əks halda bu mümkün deyil. Bir təlim keçdi, insanlar artıq davranışları tamamilə dəyişdi. Sehrli bir şey baş verir. Başqa bir məqam da korporativ mədəniyyət çox önəmli məqamdır ki, onu dəstəkləməlidir təlimdəki öyrənilələri tətbiq etmək. Yenilikçiliyi dəstəkləməlidir. Birinci səhvə görə cəzalandırma baş versə, sonra da cəhd eləməyəcək, misal üçün. Bu yeni bir şey cəhd eləyirsə, yeni satış üslubunu, yeni feedback qaydasını eləyir, yeni idarə etmə üslubu, situativ liderliyin mənim öz yanaşmam var, alqoritmi təqdim eləyirəm, onu tətbiq eləməyə çalışırsam, müəyyən səhvlər ola bilir də. O səhv olanda rəhbər onu dəstəkləyici funksiya olursa, ona feedback verirsə, onu kömək eləyirsə inkişaf eləməyə, bu davam eləyəcək. Amma rəhbər desə ki, sən bacarmadın, boş ver bunu, da alınmadı səndə, get əvvəlki kimi qayda, öldü. Həmin o korporativ mədəniyyəti çox məqamları var, yəni yalnız bəzilərini setdim. O təlimdən sonra meydan vermirlər. Bəli. Hətta öyrəndiklərimi tətbiq etmə məsələsi. Çox maraqlıdır. Bəli, təşəkkür edirəm Məşəm bəy. Çox sağ olun. Əslində mənim təlimçiliklə bağlı verəcəyim suallar vardı. Məncə biz təlim prosesi ilə bağlı ayrı bir buraxılış eləyərik. Bu dəfə korporativ mədəniyyətə daha çox üstünlük verdik. Vaxtımız təəssüf ki, sona çatır, ona görə mən söhbəti maşallah 1 saata yaxındır söhbət. Hətta 1 saat var deyəsən. 1 saat olar ki, artıq söhbət eləyirik. Çox maraqlı faydalandım və Əli müəllimin sözünə qüvvət. İlk dəfə ki, bu qədər sadəcə dinlədim. Yəni həqiqətən də çox qəşəng idi. Estağfurullah. Və inanırıq ki, bizi izləyən hər kəs, istər kiçik sahibkar, istər nə bilim, böyük sahibkarlar, istər hələ əməkdaşlar, fərqi yoxdur. Əməkdaş olmağa hazırlaşanlar. Bəli, bir ortaq məxrəcə gəlib hansısa bir şəkildə prosesi necə, sistemli şəkildə necə olacaq deyə bir ən azından müzakirə edib düşünərlər ki, o düşüncə bir yol açar ki, hərəkətə də keçsinlər. Çox təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun. İşləriniz avand olsun. Dinləyicilər də həmçinin. Qeyd elədiyim kimi Elşən bəyin bütün qeyd elədiyi fikirlər elə mənim o 20 il ərzində şirkətlərdə çalışdığım bütün fəaliyyətim gözümün qabağından keçdi. Nə qədər onlarla örtüşdüyü, o təcrübələrlə nə qədər üst-üstə düşməsi, yəni
Məncə dinləyənlər varsa bu istiqamətdə öz fikirlərini yazmaq istəyən elə rəylərdə də qeyd edə bilərlər. Bəli, Kifayət qədər eyniliklə. Reallıq müzakirə olundu bu gün. Ya onsuz da orada adınızı da görsəm, gizli hesabla da yaza bilərsiniz ki, real şirkətinizdə necə. Çox sağ olun bizimlə olduğunuza görə. Növbəti Marketing Talks-un buraxılışında yenidən görüşərik, eşidilərik. Siz də suallarınızı yazın, qonaq təkliflərinizi yazın, bizi izləməyə davam edin ki, biz də həvəslənək. Fərqli qonaqlarla, fərqli mövzularla sizin qarşınızda olaq. Digibum agentliyinə, Sənanə xanıma və komandasına çox böyük təşəkkür edirik onlara da. Hər buraxılışımızın tərəfdaşıdırlar, dəstək olurlar. Çox təşəkkürlər onlara və eyni zamanda da çəkilişi üçün də Media Fabrikin studiyasına təşəkkür edirik. Çox sağ olun Ramin bəy və komandası ki, bizə belə bir şərait yaratdınız. Minnətdaram. Görüşərik.